Bugün legal söhbətin növbəti çəkişini edirik. Bugünkü mövzumuz hüquqi müqavilələrdir. Yəni, müqavilələr və onların riskləri. Bugünkü qonağımız isə Əhmədov Ülvi, hüquqşünas, onun ixtisası isə müqavilələr üzrədir. Xoş gəlmişsiniz Ülvi bəy. Qısa olaraq sizi tanımaq istəyərdik. İlk növbədə təşəkkür edirəm sizə dəvətinizə görə. Salamlayıram sizi və bizim izləyicilərimizi. Özüm haqqında qısa olaraq məlumat vermək istəyirəm ki, hal-hazırda Alyans Hüquq Mərkəzində baş hüquqşünas olaraq fəaliyyət göstərirəm və 5 ildən çox müqavilə sahəsində ixtisaslaşmış təcrübəm var. Cari olaraq sahibkarlıq subyektlərinə, yerli və xarici müştərilərə hüquqi dəstək verirəm və dəstəyin əsas hissələrindən birini müqavilə hüququ təşkil edir. Və bu üzrə də bugün izləyicilərimizin diqqətinə müqavilə hüququ üzrə yaranan praktik məsələləri çalışacağıq ki, məlumat verək və gələcək həm digər hüquqşünasların, həm də ki, potensial sahibkarların fəaliyyətində ən azından az da olsa kömək olacağını düşünürəm bu mövzumuzun. Elə isə başlayaq. Bəli. Müqavilə bağlayarkən ən çox gələn hüquqi risklər hansılardır? Tərəflər bu risklərdən özünü necə qoruya bilər? İlk sualımız bu. Suala mən belə məlumat vermək istəyərdim ki, ilk növbədə sahibkarlar bəzən çox təəssüf ki, bunu mən belə demək istəyirəm ki, müqavilələrə çox hallarda belə deyək də, əsas texniki işin həlli üçün baxırlar və növbəti addım olaraq ödənişin icra edilməsi üçün və yaxud da ki, işlərin təhvil verilməsi üçün bir sənəd olaraq görürlər. Amma əslində müqavilə onların kontragentlə bütün gələcək fəaliyyətini, bütün gələcək yarana biləcək problemlərinin qarşısına alınması üçün bağlanan bir əqdir. Və burada ən önəmli müqavilədəki tərəflərin və hüquq öhdəliklərinə diqqət yetirilməlidir və önəmli olan tərəf isə odur ki, deyək ki, sifarişçi və yaxud icraçı. Əgər tərəf sifarişçidirsə, onun üçün ən önəmli hissələrdən biri də müqavilədəki ödəniş qaydaları, xidmətin göstərilməsinin müddəti və yaxud bu xidmət eyni zamanda malı təşkil edirsə və eyni zamanda malın təchizatını müqavilə üzrə icraçının üzərinə qoyursa, onun təhvil verilmə müddəti bu ən önəmli hissələrdən biridir. Eyni zamanda da məsuliyyət hissəsinə də toxunmaq istəyirəm ki, çalışmaq lazımdır ki, müqavilədə bu hissələrdə düzgün tərtib olunsun, qanunvericiliyə uyğun tərtib olunsun. Eyni zamanda da belə deyək də, günümüzdə də yəni mülki məcəllə bir əsas normanı mülki məcəllə yaradır. Yəni müqavilə üzrə tənzimləmə vasitəsi kimi çıxış edir. Amma mülki məcəllə özü belə bizə deyir ki, yəni sahibkarlar və yaxud da ki, tərəflər fərq eləmir. Müqavilədə ümumi qanunvericiliyə zidd olmamaq şərti ilə razılaşmalar müqavilədə eləyə bilərlər. Yəni bu da ona deməyə əsas verir ki, müqavilə hər iki tərəfin sifarişçi və icraçı üzrə götürsək, iradə ifadəsi çərçivəsində elə formada tərtib olunmalıdır ki, gələcəkdə bir risk yaratmasın. Yəni bu ümumi olaraq bunu deyə bilərəm. Bugün günümüzdə elektronlaşma görülür ki, çox yaygın hal alıb. Buna görə belə bir sual ortaya çıxır ki, elektron müqavilələrin hüquqi qüvvəsi nə qədər etibarlıdır? Ümumiyyətlə, rəqəmsal imzaların rolu və əhəmiyyəti nədir? Bu haqda belə bir məlumat belə başlayaq ki, elektron imza haqqında qanunumuz var və orada elektron imzanın vasitələri, anlayışlarında elektron imzanın hansı vasitələrdən ibarət olduğu qeyd olunur. Və burada bir məsələ də aydınlıq gətirilir ki, sertifikatlaşdırılmış və yaxud da ki, sertifikatlaşdırılma olmadan da tərtib olunan
imzalanan elektron imzalar, yəni belə deyək də, normal imzaya bərabərdir. Və bu istiqamətdən çıxış eləyərək deyə bilərəm ki, artıq uzun illər idi ki, yəni bu uzun müddətli qanunvericilikdə, yəni həmin qanunda bu var idi. Amma müqavilə münasibətlərini əsas tənzimləyən və imperativ normaları özündə əks etdirən mülki məcəllədə yazılı müqavilə maddələrində bu bənd tam olaraq öz əksini tapmırdı. Artıq 2023-cü ildə mart ayında mülki məcəllədə bir çox dəyişikliklər baş verdi və bu dəyişikliklərdən ən önəmlilərindən biri də o idi ki, yazılı formada bağlanan əqdlər elektron vasitələrlə, elektron vasitələrin üsulu ilə tərtib olunub və hər iki tərəfin iradə ifadəsi çərçivəsində çıxış olunaraq bağlanılırsa, bu da standart formada, yəni sənəd üzrə bağlanan müqavilələrə bərabər tutuldu. Yəni bu tam olaraq artıq 2023-cü ilin mart ayında belə bir dəyişiklik oldu və həmin dəyişikliklər 6 ay sonra qüvvəyə mindi və artıq günümüzdə də bunu tam olaraq deyə bilərik ki, elektron imza vasitəsilə, elektron hər hansısa üsullarla bağlanan müqavilələr etibarlıdır və hər iki tərəf üçün məsuliyyət daşıyır. Hər iki tərəfin belə deyək, öz iradə ifadəsindən çıxış edərək müqaviləni oferta üzrə təklif olunan müqavilənin aksept olunduqdan sonra qəbul edilmiş hesab olunur və hər hansı formada bu müqavilələr etibarlıdır və tam olaraq, yəni tərəflər bunun əsasında fəaliyyət göstərə bilərlər. Yəni amma daha əvvəllər belə deyək də buna məsələn 2020-ci ildə Konstitusiya Məhkəməsinin bir şərhini qeyd edəcəm. Belə bir şərh vermişdi. Burada bir bank müraciət eləmişdi. Onun müraciəti əsasında Konstitusiya Məhkəməsi plenumu belə bir şərh verməyə ehtiyac yaranmışdı ki, tərəflə elektron üsulla müqavilə bağlanmışdı, kredit müqaviləsi və bu video görüntü vasitəsilə son zamanlarda artıq bu tam belə deyək də aktiv formada bankların praktikasından çox görürük bunu. Yəni müqavilələr elektron formada, kredit müqavilələri elektron formada bağlanılır. Təbii ki, tərəf də orada belə deyək də şərtləri oxuyur, tanış olur və bir düyməni klik eləməklə artıq şərtləri qəbul edilmiş hesab olunur və müqavilə elektron formada tərtib olunaraq tərəfin qeyd elədiyi mail ünvanına göndərilir və artıq müqavilə bağlanmış hesab olunur. Və bu dediyim кейsdə də belə bir formatda müqavilə bağlanmışdı. Amma sonradan tərəf belə deyək də krediti götürən tərəf bunu mübahisələndirmişdi ki, mənim razılığım olmadan müqavilə bağlanılıb, bu müqavilə ümumiyyətlə yazılı deyil, etibarsız olmalıdır. Amma yəni Konstitusiya Məhkəməsinin plenumunda 2020-ci ildə qənaətə gəlmişdi ki, elektron üsulla bağlanmış müqavilədir və burada hər hansısa bir formada qanunvericiliklə ziddiyyət təşkil eləmir və tərəflərin iradə ifadəsi çərçivəsində çıxış eləyirsə, bu müqavilənin hüquqi qəbul qüvvəsi var. Yəni bunu belə də deyə bilərik əslində qalsa. Məsəl üçün bu indi növbəti biraz sonra da mən bildirəcəm bunu digər məsələlərdə. Deyək ki, əsas icarə müqavilələrində biz bunu bəzən görürük. Yəni deyək ki, mülki məcəllə bildirir ki, alqı-satqı müqavilələri, icarə müqavilələri bunlar notarial qaydada bağlandıqda etibarlıdır, qüvvəyə malikdir, sərəncam vermə hüququna malik olduqlarından bunlar notarial qaydada bağlanmalıdır. Amma günümüzdə, yəni icarə əsas da sahibkarlıq subyektlərinin bağladığı icarə müqavilələri notarial qaydada yox, hər iki tərəfin imza və ya hüquqi şəxs olduqda imza möhrü ilə təsdiqlənir və ona əsasən tərəflərdə icarə münasibətləri başlayır. Deyək ki, bunların möhrü yoxdur, adi elə ikisi imza atdılar, aralarında bir sözleşmə quruldu. Bunun hüquqi qüvvəsi olacaq ya yox? Çox vaxt elə olur belə. Əgər tərəf hüquqi şəxsdirsə, yox, sahibkardır. Fərdi sahibkarlığı nəzərdə tutulur. Məsələn, deyək ki, mənim öz
Bura deyək mənim öz mülkümdədir. Siz də bir sahibkarsınız, gəlmişsiniz, sizlə aramızda müqavilə elədik. Mən müqavilə sərbəstisi var da. Mən müqavilə bağladıq, hüquqi şəxsdə deyilik heç birimiz. Onda məsələ necə olacaq? Yəni, əslində qalsa tərəflər onu belə öz razılıqları ilə heç bir məhdudiyyətə baskı olmadan imzalayırlarsa, bu və o müqaviləyə dayanaraq icarə münasibətləri başlayır və deyək ki, icarəyə verənə aylıq ödənişlər olur və yaxud da ki, öncədən müəyyən məbləğ avans olaraq ödənilir. Bu artıq müqavilənin yarandığını göstərir tərəflər arasında və Konstitusiya Məhkəməsinin özünün də bir neçə qərarları var ki, yəni orada da bildirir ki, yəni tərəf artıq icarə münasibətləri başlayıbsa, belə deyək ki, icarəçi ona verilən sahədən istifadə edirsə, təhvil təslim nəticəsində ona sahənin bütün belə deyək də açarları, sahəyə giriş imkanları yaradılırsa və müəyyən müddətdə ödənişi deyilirsə, bu artıq faktiki olaraq icarə münasibətlərinin başladığı deməkdir. Və buna və belə deyək ki, hansısa əgər tərəflər arasında münasibət pozulduqda, deyək ki, icarəçi və yaxud da ki, əksinə icarə verən məhkəməyə müraciət edib müqavilənin etibarsızlığını qoyması, bu əslində qəbul olunmazdır. Çünki artıq onlar arasında bir müqavilə qurulmuşdur və icarə münasibətləri mövcuddur. Mən özüm də yəni Konstitusiya Məhkəməsinin də bir neçə qərarlarında bu mövqeyə bu formada aydınlıq gətirdiyini görmüşəm. Yəni ki, hüquqi qüvvəyə malik. Bəli, notarial təsdiqi olmasa belə. Bəli. Amma məncə mən bildiyim qədərinə səhv etmirəmsə, elə müqavilələrdə notarial təsdiq ona görə istəyir ki, vergi məsələsidir bu. Mən sizə bir şey deyim, yəni keçmişi belə bu mövzumuz var. Bəli, bu mövzuda yəni yaxşı qeyd elədiniz onu. Belə deyək ki, əgər icarə münasibətləri başlayırsa, ilkin olaraq icarə müqaviləsi bağlanılır və ondan sonra obyekt qeydiyyata alınmalıdır vergidə və həmin qeydiyyata alınanda vergi üzərindən belə deyək də obyekt kodu verilir və onun əsasında icarəçi fəaliyyət göstərir. Yəni tərəflərin arasında əslində həmin müqavilə bağlanırsa, yəni onu vergi qəbul edir. Bəli. Yəni notariusa getməlidir. Hə, yəni onu qəbul edir. Yəni tərəflər onu bağlayırlar öz iradə ifadələri çərçivəsində və o həmin müqavilə əsasında obyektə kod alınır. Bunu belə sahibkarlar əsas çox yayılmış formadır bu və fəaliyyət davam edir. Yəni burada artıq sizin sualınıza əsasən ki, yəni müqavilənin etibarsızlıq məsələsi, yəni bu formada deyə bilər ki, yəni burada etibarsızlıq yoxdur. Çünki tərəflər faktiki olaraq öz düşüncələrini yazılı sürətdən ortaya qoyublar və nəinki yazılı, eyni zamanda artıq ondan sonra faktiki fəaliyyət də başlayır. İcarəçi ora köçür, avadanlığını gətirir. Yəni bütün bunlar icarə münasibətlərinin olduğuna şamil olur, dəlat edir. Digər sualımız. Deyək ki, müqavilə tərəflərindən biri bir tərəfli ləğv etmək istəyir müqaviləni, bu hansı hallarda mümkündür? Yəni bir tərəfli ləğvlə bağlı nə deyə bilərsiniz? Ümumiyyətlə, müqavilənin ləğvi və ya müqaviləyə dəyişikliklə bağlı müəyyən olaraq belə bildirmək istəyirəm ki, ilk olaraq mülki məcəllədə öz təsirini tapır və bildirir ki, müqaviləyə dəyişikliklər, müqavilənin ləğvi qaydaları müqavilənin özündə tərəflər arasında razılaşdırılır və yaxud da ki, mülki məcəllədə qeyd edilir ki, bir tərəfli qaydada o halda xitam verilə bilər ki, digər tərəfdən təsbit olunmuş ziyan dəysin və yaxud da ki, öz məsuliyyəti üzrə öz öhdəliyini düzgün icra eləməsin və bu hal sübut olunduğu təqdirdə bir tərəfli qaydada xitam verməyə əsaslardan biridir. Amma bu ümumi norma olaraq qeyd olunur. Təbii ki, tərəflər müqaviləyə xitam verməyin qaydasını müqavilədə özləri razılığa gələ bilərlər və yaxud ən yayılmış yollardan biri bəli, ödəniş də bunlardan biridir. Məsələn, belə deyək, bənd qoyula bilər ki, tərəflərdən biri digərini 30 gün öncədən xəbərdarlıq etməklə müqaviləyə
xitam verilir. Səbəb Bəli, heç bir səbəb yoxdur. Yəni burada belə deyək, yəni müqaviləyə xitam vermək üçün hansısa səbəbin olmasını vacib deyil. Yəni əsas odur ki, onlar onu müqavilədə razılığa gəlsinlər. Yəni müqavilədə əgər hər iki tərəf imza çəkir və belə deyək də bunu qəbul edirsə ki, bir tərəfli qaydada hər ikisinin hüququ var və digərinə 30 gün və yaxud da ki 15 gün öncədən, burada yəni konkret müddət yoxdur, tərəflər onu özləri razılaşdıra bilərlər. Məlumat verməklə əsas sadəcə məsləhət də görərdim ki, yəni bu yazılı formada, rəsmi qaydada bildiriş olsun və yaxud da ki, digər hansısa bir elektron mail vasitəsilə, onun digər elektron olaraq çıxış imkanı olan bir sistem vasitəsilə məlumat verməklə müqaviləyə xitam verməyi qeyd olunmuyor olar bir tərəfli qaydada. Bəzən olur ki, təcrübədə rast gəlib gəlirsə də müqavilə bağlanır, hər hansı bir obyektin, hər hansı bir evin müqaviləsi var. Vaxtı göstərir ki, ev yəsi, yəni obyekt sahibi neçə gün qabaqcadan xəbərdar alırsan. Amma buna rəğmən bəzən deyir ki, 2-3 gün, 4 gün, çox vaxtı bu obyekt məsələlərində deyil də, ev məsələlərində, ev kiralar. Deyir ki, tez çıxız, mənim təcil satmayı məsələ, bu düzgün deyilir. Buna bağlı, misal üçün, belə bir hallar olanda, ümumiyyətlə, müqavilələrlə məhkəməyə getməkdə, məhkəmə rolu nə dərəcədə işləyir, onunla bağlı həm bu sual, həm onu cavablandırır. Belə deyək də, aktual məsələyə toxundunuz. Gəlin ilk növbədə bir dənə bir anlayışları özümüzdə də aydınlaşdıraq ki, kirayə müqaviləsi nədir, icra müqaviləsi nədir? Kirayə müqaviləsi fiziki şəxs olan vətəndaşlar arasında qeyri-sahibkarlıq fəaliyyət üçün, yəni yaşayış üçün, belə deyək ki, mən əgər sadə desə, bəli, mən əgər bir mənzildir, yəni davamlı surətdə burada yaşayacaqsa, müvəqqəti yaşayacaqsa, rəsmi surətdə əslində qalsa, həmin mənzilin sahibi ilə mənim aramda müqavilə olmalıdır. Və bu adlanır kirayə müqaviləsi. Amma sahibkarlıq fəaliyyəti ilə mən əgər hansısa bir yaşayış, daha doğrusu qeyri-yaşayış sahəsini götürürəmsə, əslində qalsa yaşayış sahəsi də götürülə bilər. Çünki müəyyən obyektlər var ki, faktiki olaraq ora yaşayış sahəsidir. Amma əslində qalsa o artıq obyekt halına gətirilib və icarəyə verən tərəf, belə deyək də, icarəçi, daha doğrusu icarəçi yeri götürən fərdi sahibkardır və ya da hüquqi şəxsdir. Bu artıq icarə münasibətləridir. Burada yəni belə deyim də, icarəyə verənin fiziki şəxs və yaxud da ki, vergi ödəyicisi olub-olması önəmli deyil. Yəni, icarəyə verən tərəf fiziki şəxs ola bilər. Əsas burada icarəyə götürənlə münasibətdədir. Yəni, orada faktiki olaraq, sahibkarlıq fəaliyyəti olaraq işlədiləcəksə, burada belə deyək də, aylıq olaraq və yaxud da ki, hansısa bir müddətdə bir restoran fəaliyyəti olacaq və yaxud da ki, hansısa bir kurs olacaq, bu artıq burada icarə münasibətləridir. Yəni, bunu aydınlıq formada getirir və suala gəldikcə isə bu hissə məhz müqavilə ilə tənzimlənir. Yəni, xəbərdarlıq müddəti, bəzən mən özüm də rast gəlmişəm ki, əsasən də bu icarəyə verən çalışır ki, orada müddəti biraz öz xeyrinə dəyirsin, icarəyə verən tərəflər və istəyirlər ki, onların xəbərdarlıq müddəti daha az olsun. Ki, yəni, 10 gün əvvəl xəbərdarlıq etməklə icarəçini bir tərəfli qaydada müqaviləsinə xitam verə bilərlər. Belə bir bənddə çalışırlar ki, az müddət olsun, amma bu hüquqi ədalət çərçivəsində olmalıdır. Ümumiyyətlə, müqavilənin şərtləri, buna bəzən standart şərtlər deyirlər. Əsasən də o bir tərəfin diktəsi ilə tərtib olunan müqavilələr olur ki, belə deyək, yəni burada mülki məcəllədə ona aydınlıq gətirir. Deyək ki, mən fərz elə ki, kredit müqaviləsidir və yaxud da ki, hansısa bir, belə deyək də, bir iri həcmli bir müəssisədir, müqaviləni özü tərtib edib. Amma müqavilənin digər tərəfi bir vətəndaşdır da, orada o şərtlər ağlabatan olmalıdır. Yəni, və məhz vətəndaş, tərəfin birinin vətəndaş, yəni fiziki şəxs olması baxımından o müqavilə ədalətə tərtib olunmalıdır. Yəni, iki sahibkarlıq subyektləri arasında olan müqavilələrdə bu ümumiyyətlə razılaşdırılır. Çünki qarşı tərəfdə müqaviləni yoxlayır,
digər tərəfdə və ya sifarişçi də yoxlayır, icraçı da yoxlayır və burada məsələn ola bilər ki, mən sifarişçi tərəf olaraq müqaviləni hazırlayım, öz şərtlərimi irəli sürüm, amma icraçı tərəfdə təbii olaraq çünki müqavilə qarşılıqlı formada imzalanır və burada bir tərəfin diktəsinin olması ümumi müqavilə prinsiplərinə zidd əslində və müəyyən bir formada ortaq yola gəlinərək yoxlanılır və imzalana bilər. Amma tərəflərdən bir tərəf fiziki şəxs olanda orada artıq məsələn o birisi tərəf müqaviləni hazırlayan tərəf müqavilə şərtlərini elə qoymalıdır ki, bu həmin şəxsin hüquq və azadlıqlarına, həmin şəxsin belə deyək də fəaliyyəti üçün risk yaratmamasın. Yəni bunu nəzərə almaq lazımdır bu baxımdan. Məhkəməyə getmə məsələsi. Məhkəmə ilə bağlı ilk növbədə qeyd edeyim ki, İnsanlarımız üzr istəyirəm söz. Buyurun. Bəzən müqavilə bağlayır, haqsızlığa uğrayır. Buna rəğmən məhkəməyə getmədən çəkinir. Amma halbuki gedib məhkəməni uda bilər əgər haqlıdırsa. Düzdürmü? Yəni bununla bağlı məhkəmə sistemindən, məhkəmənin daha doğrusu müqavilələrdəki rolu nədir? Yəni insanlar niyə, yəni nə məsləhət görərsiniz ki, etsinlər bu yöndə? Məhkəməyə getməsində yarar var hər halda. Ümumiyyətlə məhkəmə baxışından məsələn kimsə əgər hansı bir iddiası varsa ki, mənim müqavilə üzrə belə deyək də öhdəliklərim düzgün icra olunmayıb və yaxud da ki, mənə keyfiyyətsiz formada xidmət göstəriblər. Laf götürək ki, tapşırıq və ya podrat müqavilələrində, indi biraz sonra onu da aydınlıq gətirəcəyik. Əsasən bu üsul yayğındır ki, belə deyək də icraçı işi düzgün yerinə yetirməyib, vaxtında yerinə yetirməyib, keyfiyyətsiz yerinə yetirib. Və bu artıq ona əsas verir ki, tərəf müqavilədə də zaten əgər işi görən tərəf müəyyən formada belə deyək də öz öhdəliklərini üzərinə götürürsə, müqavilə imzalanırsa ki, mən deyək ki, bir ay müddətində bu sahəni vaxtında təmirini həyata keçirəcəm və sonradan artıq bunun müddəti pozursa, bu artıq birbaşa olaraq həmin müqavilənin şərtlərinin pozulmasına etibar edir və bunu mübahisələndirib hüquqları tələb edir. Tərəflər təmin tərəf öz hüquqlarını tələb edə bilər. Amma təbii olaraq, yəni mübahisələndirmədən əvvəl mən məsləhət görərdim ki, danışıqlar vasitəsi. Yəni çox müqavilə üzrə, məsələn, praktikada özümdə də görmüşəm ki, məhkəməyə getmədən öncə danışıqlara cəhd olunmalıdır. Burada mediasiya bizdə baxımı o məsələlərdə yoxsa yox, müqavilə ilə bağlı çıxan anlaşmazlıqlara. Ticarətlə bağlı deyirəm ki, mediasiya getmək ilkin şərtlə. Yox, hazırda mediasiya ilə bağlı belə deyim də, mediasiya haqqında qanunvericilik yarandı, mediasiya institutu formalaşdı və kommersiya işləri əsas şərt tələblər edir ki, kommersiya ilə bağlı bütün işlər mediasiyaya keçməlidir. Amma hazırda o dəyişiklik qayda, yəni artıq keçən ildən də dəyişiklik oldu. Kommersiya işləri belə şeyə getmədən ehtiyac yoxdur. Artıq yox, birbaşa məhkəməyə. Yəni o demək istəyir ki, müqavilə ilə bağlı belə bir şey varmı, hal-hazırda yoxsa yoxdur? Yəni müqavilə ilə bağlı çıxan bir anlaşmazlıqla bağlı tərəflər mediasiyaya getmək məcburiyyəti varmı, yoxsa birbaşa məhkəməyə getməlidir? Yox, bu hal-hazırda tərəflər mediasiyaya getmədən belə birbaşa məhkəməyə müraciət etməklə öz hüquqlarını tələb edə bilər. Amma təbii ki, pretenziya qaydasına əməl edilməklə. Yəni bu mülki prosessual məcəllinin əsas tələblərindəndir. Tərəflər arasında tərəflər arasında deyək ki, kommersiya münasibətləridir. Digər tərəf öz öhdəliklərini yerinə yetirmir və yaxud da ki, icraçı işi görüb. Misal üzrə deyək də, icraçı işini görüb, amma digər tərəf ödənişi eləmir, həyata keçirmir və bu zaman ilkin olaraq əgər niyyət məhkəməyə verməkdirsə, tələbi qoymaqdırsa, ilk növbədə pretenziya qaydasına əməl olunmalıdır, icraçıya yazılı müraciət edilməlidir, müddəti tərəflər özləri müəyyən edə bilər, məsələn, yaza bilər ki, bu pretenziyanı göndərildi, aldığımız andan 10 gün müddətində tanış olmalısınız, icra eləməsiniz artıq məhkəməyə vermək üçün əsasdır, məhkəməyə təqdim edəcək sənədləri və bunu əməl eləməklə mümkündür. Mən sözüm neçə dəfə də rastlaşmışıq. Yəni tərəfə pretenziyanı göndərəndən sonra müəyyən danışıqlar olub
və danışıqlar əsasında iş məhkəməyə getmədən öz yolunu tapır. Və yaxud da ki, tərəf artıq görür ki, öhdəliyi pozan tərəfdə, yəni artıq onunla bağlı məhkəməyə iddia ərizəsi daxil olub. Çünki digər tərəfə də artıq belə də elektron məhkəmə sistemi vasitəsilə ona bildiriş gəlir, görür ki, daxil olub iddia ərizəsi işlə tanış olur və elə olur ki, heç həqiqətən də niyyəti ödəməkdirsə və yaxud da ki, öhdəliyini belə də sifarişçinin hər hansı formada hüququnu pozubsa, işi düzgün yerinə yetirməyibsə, artıq məhkəmənin də görür ki, iddia ərizəsi verilib, iş təqdim olunub və artıq işi həlli yoluna qoymağa çalışır. Məhkəməyə gedəndən sonra. Hə, məhkəməyə çalışır və belə bir şeylər olur. Amma əgər ümumiyyətlə əsas niyyətlə bağlıdır, yəni niyyəti əgər ümumiyyətlə ödənişini belə də borcunu ödəmək deyilsə və yaxud da ki, gördüyü işin nəticələrini düzgün yolda aradan qaldırmaq niyyəti yoxdursa, yəni bu iş məhkəmə formasında davam edəcək və tələb edən tərəf iddiaçı haqlıdırsa, həqiqətən də düzgün sübut və dəlillər gətirirsə və müqavilədə də bu şərtlər öz əksini tapırsa, iddia onun xeyrinə böyük ehtimal hallarla nəticələnir və onun əsasında artıq belə də işin digər tərəfi icra mərhələsi başlayır. Belə məhkəmə iddiaçının xeyrinə qərar verir və icra mərhələsində artıq belə ödəniş olunmalısa, artıq icraçılar vasitəsilə bu həyata keçirilir. Təəssüf ki, orada müəyyən qaydada belə deyək də, əsas bunu rastlaşırıq. Şirkətlər belə deyək ki, cavabdeh tərəflər qoyulur. Məlum olur ki, bu heç ümumiyyətlə nə əmlakı var, nə hansısa bir bankda vəsaiti var və bu işin icra olunmasını uzanır. Ülvi bəy, digər bir məsələ sahibkarların bağladığı müqavilələr. Bununla bağlı nə deyə bilərsiniz? Bununla bağlı fikrinizi bilmək istəyərik. Sahibkarın bağladığı müqavilələr. Bununla bağlı diqqətə çatdırmaq istəyirəm ki, müqavilələr qarşılıqlı formada, yəni müzakirə nəticəsində tərtib edilməlidir ilk növbədə. Çünki bəzən olur ki, bir tərəf çalışır ki, öz formasını irəli sürsün ki, mənim formam budur, mən bundan kənara çıxa bilmirəm. Yəni, bunu da dəfələrlə rastlaşmışıq. Amma deyək ki, icraçı tərəf, sifarişçi tərəf olaraq həmin formaya tanış olanda baxanda və yaxud da ki, deyək ki, biz alıcıyıq, tanış olur, həqiqətən görür ki, buradakı maddələr bizim üçün gələcəkdə kifayət risklər yarada bilər. Məsələn, təqdim edilən malın keyfiyyəti, ona verilən zəmanət tələbləri, zəmanətin hansı hissəyə mallara aid olub-olmadığından bağlı müddəalar. Yəni, bu həqiqətən də alıcı üçün böyük risklər yarada bilər və o baxımdan yanaşma belə qoyulmalıdır ki, deyək ki, tamam, satıcı öz müqaviləsini irəli sürüb, amma alıcı da bu müqavilədə öz belə deyək, hüquqi dəyərləndirilməsi, hüquqi yoxlanışını aparıb və ona uyğun dəyişikliklərlə bağlı bir müzakirəsini irəli sürməlidir və onun əsasında qarşılıqlı razılaşma ilə müqavilə tərtib olunmalıdır. Çünki bir tərəfin diktəsi ilə bağlanan müqavilələr digər tərəf üçün çox böyük bir zərərə səbəb ola bilərcək gələcəkdə və bəlkə də olur ki, bu mübahisələr məhkəmələrə keçir, davam edir, amma ortada bir nəticə ilə bitməyə bilər. Çünki müqavilədəki müddəalar deyək ki, alıcı tərəfin aldığı malına dair illərlə məhkəmə mübahisələrinə keçirə bilər və həmin sahibkar üçün kifayət qədər belə deyək, risklər yaradacaq və o öz gəlirlərini itirə bilər. Bəs bu müqavilələrdən təzminat və cərimələrlə bağlı məsələlər nə yerdə? Mən onunla bağlı qeyd eləmək istəyərdim ki, özümüz belə deyək, mən özüm də müqavilələri yoxlayanda hansı tərəf isə yenə nümunəsi deyək ki, alıcıyıq və orada cərimələrlə bağlı müddəaları görəndə bu ilk növbədə düşünürəm ki, bu bərabər hüquqlu olmalıdır. Məsəl üçün, mən alıcı olaraq ödənişin gecikməsinə görə əgər satıcı tərəf müqaviləyə bənd əlavə edirsə ki, 5 gün ərzində ödənməsə gecikən hər günə görə 0,1% və ya 1% cərimə, bu ədalətli deyil. Bu eyni zamanda mənim üçün də keçərli olmalıdır ki,
qarşı tərəf satıcı malın təqdim edilməsini gecikdirdikdə, gecikən hər günə görə mən də ondan cərimə tələb edirəm. Və burada qoyulan cərimənin məbləği bir hədd müəyyənləşməlidir. Ümumiyyətlə, ümumi dəyərin 10% həddində, belə bir yayılmış vasitələrdəndir bu, 10% həddində. Hər gecikən günə 0,5% və ya da ki 0,1%. Çünki cəriməni çox qoymaq, özünü sığortalamaq demək deyil əslində. Bəzən məhkəməyə gediblər oluna bilər, məsələn, deyək ki, tarazlıq olunur. Mən belə deyim də sizə, məhkəmə bəli, bunu praktik formada da kommersiya işlərində görmüşük ki, yəni ağlabatan formada cərimə tərtib qoyulmalıdır. Məsələn, bəzən elə bir cərimələr qoyulur ki, məsələn, tərəf illərdir ki, ödəmir, cərimə qoyulub və əsas məbləği cərimə keçir. Yəni, bu kifayət qədər absurddur və buna görə yəni, ağlabatan formada qoyulmalıdır və ən azından iddia tələb eləyəndə belə cərimənin müəyyən bir hissəsini tələb eləmək olar. Yəni, çünki o qoyulmaq o demək deyil ki, bu tam təmin olunacaq. Amma ağlabatan formada, 0,1% üzrə qoyulsa və yaxud da ki, 0,5%, bu formada yəni cərimələr tələb eləmək olar. Çünki mülki məncəlli özü belə deyir ki, öhdəlilərin belə deyək də, yerinə yetirməməyə görə olan vasitələrdən biri hansı ki, tərtib olunur dəbbə pulu, yəni onu tərəflərin öz öhdəsindən buraxır. Yəni, müqavilədə olmasa, mən bunu tələb edə bilmərəm ondan. O baxımdan sahibkarlar bu tip müqavilələri bağlayanda bu hissəyə önəm kəsb eləməlidir. Amma bir də bir məsələ var ki, imperativ bir normamız var. İllik Mərkəzi Bankın uçot faiz dərəcəsi üzrə 5% həddində cərimədə dəbbə pulundan əlavə bu üsulu tələb eləmək olar. Yəni, bu birbaşa mülki məcəllə ilə tənzimlənir. Yəni, və sonuncu olaraq da bu faizin 5% həddində olması 2023-cü ildə bayaq dediyim kimi mülki məcəllədə kifayət dərəcədə ciddi dəyişikliklər oldu, hansı ki, elektron formada müqavilələrin bağlanması yazıldı və bu dediyim 5% ilə bağlı da normada bu dəyişiklik öz əksini tapdı. Yəni, bunu nəzərə almaqları xahiş olunur. Son sualımız bundan ibarətdir ki, bəzən, yəni, ümumiyyətlə insanlarımıza mən bildirmək istəyərdim ki, müqavilə bağlandığı zaman bir hüquqşünası danışmaları vacib məsələdir. Niyə vacibdir, onu siz cavablandırarsınız və dəyişikliklər olduğu zaman, məsələn, bir sahibkar, bir vətəndaş bu müqavilədə ona xəbərdar deyilsə, öz başına deyib hər hansı bir müqavilə bağlandığı risklərdən qarşılaşa biləcək. Və bu məqamla bağlı demək istəyirəm ki, niyə vətəndaş bir müqavilə bağladığı zaman hüquqşünasa müraciət eləməlidir? Niyə bunun əsası nədir və bunu sizin istəyirəm ki, bir gözəl bir cavabla sonlandıraq? Belə deyək də, bugünkü bu söhbətimizə görə düşünürəm ki, bu suala qədər bir çox məsələlərə aydınlıq gətirdik və az da olsa insanlarda, həm sahibkarlarda, həm fiziki şəxs olan vətəndaşlarda müqavilə bağlamaqda, müqavilə bağlanan zaman nəyə diqqət yetirmələri və ya müqavilənin düzgün bağlanmağın nəticələri haqqında az da olsa bir təəssürat yarandı. Son sual üzrə isə cavablandırmaq istəyirəm ki, çox yayılmış bunu görürük ki, bəzən deyirlər ki, nə lazımdır hüquqşünas, yəni kağız parçasıdır bu müqavilə. Mən özüm internetdən götürməliyim. Bəli. Deyirlər ki, internet doludur, müqavilələrlə doludur. Nə var ki, bir dənəsi imzalayıb gedirəm. Bu çox yanlış fikirdir və bunu əyani nəticələrini müraciət edən, sonradan problemlərlə üzləşib bizə müraciət edən, ümumiyyətlə də hüquqşünaslara müraciət edən adamlarda, onların gətirdiyi case üzrə olan suallarda bunu görürük. Ki, yəni, müqaviləyə əvvəldən ağrası yanaşır, amma sonradan məlum olur ki, kifayət qədər gəlir itirib, 100 minlərlə gəlir itirib, amma ona verilən mal və ya da görülən iş keyfiyyətsizdir və artıq məhkəmələrlə də belə deyərləşir. Yəni, məhkəmə haqqını tələb etməyə çalışır, amma bu kifayət qədər vaxt itkisi olur, maliyyə itkisi olur və proses isə hələ də tam bitmir. Çünki
məhkəmə belə deyək, öz hüquqlarını təbii olaraq məhkəmə tələb eləməlidir, amma bu da demək deyil ki, yekunda belə deyək də hər şey onun istədiyi kimi %100 ideal formada yekunlaşacaq. Çünki burada çox suallar çıxa bilər. Müqavilənin imzalayıbsa adam tərəf deyə bilər ki, sən bunu imzalamısan, bunu qəbul eləmisən. Yəni burada çox məsələ. O baxımdan yəni mütləq qaydada müqavilə ilə bağlı, müqavilə əsasən də iri həcmli formada, yəni hansısa bir avadanlığın alınmasında, hansısa bir xidmətin görülməsində, istənilən məsələ ilə bağlı, yəni əməkdaşlıqla bağlı müqavilə bağlanacaqsa, bunu yaxşı olardı ki, hüquqşünas tərəfindən bu tərtib olunsun və hüquqi rəy verilsin, həm də ki, kontragentin, yəni qarşı tərəfin məlumatları yoxlansın öncədən, onun necə bir vergi borcunun olması yoxlansın, onun riskli vergi ödəyicisi olması yoxlansın ki, gələcəkdə ən azından nəsə bir risk yaranarsa belə, nəsə tələb eləməyi bilək həmin hüquqi şəxsdən və yaxud da ki, həmin fərdi sahibkardan. Yəni hüquqi audit sənədlər üzrə çox önəmlidir. Yəni bu həyata keçirilsin, potensial bağlanılacaq müqavilə üzrə tərəfin sənədləri yoxlansın və ən önəmli də təbii olaraq imzalanacaq mövcud layihəsi olan müqavilədə bütün tərəflərin hüquq və vəzifələri, onların məsuliyyəti, müqavilənin müddəti, icra müddəti, yəni bütün bu hallar yoxlansın və bu formada, uyğun formada tərtib edilsin ki, sahibkarlar sahibkarlar 1 il sonra, 2 il sonra gəlib çox belə üzücü formada deməsinlər ki, məni aldatdılar, işlərimi düzgün eləmədilər. Yəni bunun qarşısını almaq üçün müqavilələr düzgün formada tərtib edilməlidir. Daha doğrusu hüquqşünasın iştirakı ilə tərtib edilməlidir. Yəni bu çox önəmlidir. Yəni bəzən olur ki, başqa bir vəzifəsi ondan deyir ki, mən müqavilə hazır edirəm, nə var burada? Gətir yazın, bəli. Hansı şirkətdə heç inzibati bir işlə məşğul olanlar müqavilə hazırlayır. Yəni sonra bunun acı nəticələri ortalığa çıxır. Gec olur. Bəli, onda gec olur və sahibkar da gileylənir. Ülvi bəy, çox sağ olun. Ümid edirəm ki, bu podkastımızda, bu çəkdiyimizdə çox maraqlı keçdi və əsas da sahibkarlar, vətəndaşlar bu videonu izləyəndə yəqin ki, düşünəcəklər ki, bundan sonra mən müqavilə bağlayanda hüquqşünasdan danışıram, mənim risklər gözləyə bilər. Ümumiyyətlə, müqaviləyə dırnaqarası, necə deyim, baxmayın. Çox təşəkkür edirəm ki, təklifimizi qəbul elədiniz, gəldiniz və bizlə gözəl bir çəkiliş keçirdiniz. Siz sağ olun, fəaliyyətsiz uğurlar arzu edirəm bir daha.